Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Demək belə bir sual gəlmişdi mənə. Müəllimə ən çox buraxılış imtahanına kimi hansı mövzuları təkrar eləyək sizcə? Və yaxud da sözlər hardan düşəcək? Hansı sinifdən daha çox üstünlük verirlər? Bu suallara bir cavab vermək istəyirəm. Birinci uşaqlar qeyd edim ki, yəni ingilis dilindən zamanlar bölməsində bir probleminiz varsa, həmin bölmənin üstəsindən gəlməlisiniz. Yəni zamanlar bölməsini mükəmməl şəkildə öyrənməlisiniz. Passive voice mütləq yaxşı şəkildə öyrənməlisiniz. Daha sonra pronoun əvəzlik bölməsidir, mübtəda xəbər uzlaşmasıdır, söz önü, preposition, yəni sifət, zərf bölmələrdir. Bunlara üstünlük verin təkrarda. Ya da quantifiers, cəmiyyət bildirən sözlər, isim bölməsidir, artikel bölməsidir. Bunlar buraxılışa düşən mövzular. Yəni buraxılışa demək olar ki, əksər mövzular keçdiniz, əksər mövzular düşür. Sadəcə hansı mövzuda daha çox problem yaşayırsınızsa, o mövzunun belə deyək, testlərini daha çox edin. O mövzunu daha çox tez-tez təkrar edin. Məsələn, bağlayıcı bölməsində preposition, zamanlar, pronoun, bunlar biraz uzun bölmələr olduğu üçün bunların təkrarını daim etməyə çalışın. Yəni bir dəfə edib bitirməyin. Daim edin ki, bunlarla bağlı çətinliyiniz olmasın. Çalışın hər mövzuya aid ən azından bir dənə quiz işləyin hər gün. Tövsiyəm budur. Ya da sınaq tapsız, lap yaxşı sınaq işləyin. Çünki bu sizin ümumi olaraq həm reading, həm listening, həm writing, həm vocabulary, həm də grammar bacarıqlarınızı bir yerdə yoxlamanıza kömək edəcək. Buraxılış imtahanına kimi hər gün bir sınaq işləsəz, bu sizin üçün çox əla olmuş olacaq. Sözlərə gəldikdə isə sözlər daha çox belə deyim, 8, 9, 10-cu sinif sözlərini çox yaxşı şəkildə öyrənin. 11 də daxil təbii ki. Amma ən çox düşən siniflər 8, 9, 10-cu sinif sözləri olur. Ona heç keçmir. 8, 9 daha çox düşür buraxılış imtahanında. Amma bu o demək deyil ki, 10 ya da 11 düşməyəcək. Çünki düşə bilir. Yəni bütün sinif sözlərini yaxşı öyrənin, əzbərləyin. Sadəcə yuxarı siniflərə daha çox əhəmiyyət verin, belə deyək.